Salam, mən Feyz. Bugün sizlərlə birlikdə YouTube'u Türkiye'nin çox bilmişi Beyaz Kurt haqqında danışacağıq. Beyaz Kurt'u çox danışmama ehtiyac yoxdur deyə düşünürəm. Gərək Türkiye'də, gərək Azərbaycanda çox böyük bir kütləyə sahibdir. Özü bir tənqid kanalıdır. Amma tənqidin yanında gündəm videoları da çəkir bəzən. Əslində bəzən yox, tənqidə nəzərən daha çox gündəm və xəbər videoları çəkən biridir Beyaz Kurt. Əvvəlcə diksiyasını tənqid etmək istəyirəm. Brom həqiqətən tonlamalarını və sözlərdəki vurğu qoymaqları üzərində çalışsan yaxşı olar. Həqiqətən videonu izləyərkən çox narahat oluram. Məni videodan çıxaracaq qədər narahat edici bir problemdir bu. Bunlardan əlavə mən xəbər və gündəm videolarını heç bir şəkildə anlaya bilmirəm. Birincisi, tənqid kanalı ilə gündəmin nə əlaqəsi var? İkincisi, deyək gündəm ilə əlaqədar tənqid edirsiniz. Mövzuya bu şəkildə baxdığımız zaman məntiqli gələn bir şeylər var, amma təəssüf ki, belə bir şey yoxdur. Beyaz Kurt kanalı yaxşıya yaxşı, pisə pis deyən populist bir tənqid kanalından ibarətdir. Hər tənqid kanalı kimi Beyaz Kurtda bir çox insanla daramaya girib. Bu dramalar o qədər məntiqsizdir ki, sizə sırf prim üçün çəkilən bir məzmun olduğunu dibinə qədər hiss etdirir. Çox təəssüf. Hə bir də Beyaz Kurt kanalında kişi eleştirisi tapmaq demək olar ki, zamanda iynə axtarmaq qədər çətin. Sözün düzü, kişi eleştiriləri mənasız və axmaqcadır. Dediyim kimi bir çoxu prim məqsədlə çəkilən videolardır. Deyəcəklərim bu qədər. Sonraki videolarda görüşmək ümidi ilə salamat qalın.